Bu bana göre değil. Bu hükümete göredir, bir de divana şöyle göredir. Ola bilir ki bunun iştirakçılığı hamısı gedəcək. Bunlar get öz yanlarından artırır. Ne əlimdən alsınlardan qazanır. Son günlər Qızılhacılı kəndi və Marnoli şəhərinin 26 may küçəsində yaşayan abonentləri təbii qazla təmin edən Mamed Qaz şirkəti ilə Energetika və Su Təchizatı üzrə Milli Tənzimləmə Komissiyası, SEMEK arasında tarif məsələsi ilə bağlı ciddi fikir ayrılığı yaranıb. Bir neçə gün əvvəl Mamed Qaz şirkəti abonentlərə göndərdiyi SMS bildirişində təbii qaz tarifinin 1 lari 29 tetr olacağını açıqlayıb. Bunun ardınca SEMEK bəyanat yayaraq şirkətin abonentlərə göndərdiyi SMS-də yer alan məlumatların həqiqəti əks etdirmədiyini və vətəndaşları çaşdırmağa yönəldiyini bildirib. Komissiyanın açıqlamasında qeyd olunub ki, Qızılhacılı kəndinin sakinləri təbii qazdan istifadəyə görə yalnız SEMEK tərəfindən təsdiqlənmiş hər kubmetr üçün 47 tetri ƏDV daxil tarif əsasında ödəniş etməlidirlər və qüvvədə olan tarif dəyişməyib. Məsələ ilə bağlı 24 News xəbər portalına danışan Mamed Qaz şirkətinin direktoru Nəriman Allahverdiyev isə baş verənləri şirkətə qarşı yönəlmiş addımlar kimi qiymətləndirib. O, SEMEK tərəfindən səsləndirilən ittihamlarla razılaşmadığını bildirib. Qaz liniyasını mən Qızılhacıya çəkmişik 92-ci ildə. Büyünə kimdə yenə çəkiliş var. Hələ bir 16 kilometr yarım yenə çəkiləsidir. Tarifi, deyir qulurum deyirlər, değil mi? O tarifi deyir, elliklər sosialını. 57 qəpiyə satırdik, deyir, yox 47 ellik. 47 ilə olan da mənim 57 elliklər, amma satış aparır soxaq. İndi onu da, bunlar elə bilir ki, mən satışa, mən aparıram. Deyir, orada da 10 qəpiyə artıq alırsan, onu da geri qaytar. Mən də özüm tələb edirəm, yaxşı qaytarım indi. Qoy soxaq qaytarsın. Şirkət rəhbərinin sözlərinə görə, Mamed Qaza təbii qaz digər qaz paylayıcı şirkətlərlə müqayisədə daha yüksək qiymətə satılır və bu səbəbdən şirkət bərabər rəqabət şəraitində fəaliyyət göstərə bilmir. Qazı, sosial qazın satışını bir qiymətlə satımı verməlidirlər, hamıya. Bunlar bana verir, bana deyir, sən 350 lar ya, Qaqavurumuzda da 227 lardır, 1000 qubiya alır. Bunlar get öz yanlarından artırır, nə əlimdən alsınlardan qazın bilməz. Onu da almaq boşdur. Mənim şəxsidir. 3 milyon 650 min pul qoymuşam mən. Bəkdən pul götürmüşəm, ondan götürmüşəm, özümdən. Hər hazırda tələbləri odur ki, olan tələbi düz tələb deyil. Qanuna ziddir. Qanunda deyir ki, kim özü tikir, özü yaradır, onun tarifini də özü qoyub, nə qiymətə istəyir, ona satılır. İndi onlar deyir ki, 47 qəpiyə sat. İndi axırıncı 3 ildə deyir, 42 qəpiyə sat. Bana 41 qəpiyə alış eləyirlər, o transportorla zadla. Orada deyir, 6 lar yaz deyir. 1000 qubiyə 6 lar yaz, sana zad olsun, qalsın deyir. Həmən sokarın özünə 1000 qubiyə 370 lar qalır. Onlara verirlər 96 lar ya, 1000 qubiyə. Bana verirlər 350 lar ya. Ailə sporumuz da buradan gedir. Nəriman Allahverdiyev bildirib ki, tənzimləyici qurumun irəli sürdüyü tələblər qanunvericiliyə ziddir və şirkət öz hüquqlarını məhkəmə də daxil olmaqla hüquqi müstəvidə sonadək müdafiə edəcək. Bir də onların indi kitabı qapı da niyə dəşirlər? Onlar elədiyi naruşenli ilə onlar gedir həməşəlik. Niyə? Deyim sizə. Baku, Ceyhun hamısını yoxlamışam. Oradan bizə buraya Gürcüstana pul verirlər 7%. Həm yer haqqı, həm də transit haqqı. 15% da qaza. Həm transit, həm yer haqqı. Bunlar nə ayrı? Sokarla zaim raşot eləyirlər. Zaim raşot eləyir, orada qalır qiymət 28 dollar. 28 dollarla rastlamoş gelir, onlara 28 dollarla dokument verirlər. Bana da 350 dollarla, belə 112 dollarla verirlər. 84 idi, get artıq, indi axırı 112-də əliflər. Mən də təsdiq eləmirəm, ona web şot faktoru qoymuşam durur. Onlar elə bilirdi ki, qaza elədilər 3 gündə, indi Qızılhacıda. Onlar elə bilirdi ki, mən nalıxın pulunu da vermirəm. Mən nə tər eləm, təsdiq eləmədim, mən nə qədər quba onlardan götürmüşdüm.
Qiymət nədir? Dəqiqəsiz onlara özlərinə köçürdüm o pulu verirdim. Dəqiqəyə də prima büdcəti özüm verirəm. Var qanunda da görürsən, satdığın adam, belə aldığın adam verməyəndə özün verə bilərsən. Qazın gələcəkdə hansı tariflə satılacağı barədə suala cavab verən şirkət rəhbəri qeyd edib ki, tarif şirkətin iqtisadi hesablamaları əsasında müəyyən edilir. Onun sözlərinə görə, təbii qaz şirkətə yüksək qiymətə satılmağa davam edərsə, gələcəkdə abonentlər üçün tarifin 1 lari 70 tetriyədək artırılması da istisna olunmur. Yekun olaraq mən naloqoy kodeksdə nə gözgədifdir, elə də onlar da naloqoy kodeksindən düzəltməlidirlər tarifi, onlar napşən edir. Qiymət, tarif, onlar mənə düzəldəstdir. Tarifi mən özüm düzəltməliyəm. Tarif düzəlir, mənim indi nə tərdim, bir ildə nə qədər xarcımız olub, o xarcı bölünür bir qubasına nə gəlir, ikinci, transportör deyirik də, transport bizdə Qadareva gedir. İndi bunlar iki cürə zat çıxartdı. Transportrovka hökumət alır, Qadarevi mən 60 kilometr mən düzəltmişəm, odur. Qadarevi ilə transportrovkada mən pülüstüyü düzəldib bir də alışı, oraya bugünkü nüzad eləyəndə 1 manat 76 qəpik gəlir qiymət. Həmən qiymətini də eləyəcəm. SMK yazmışam, ministrə də yazmışam, hər distansiya göndərmişəm. Bu gün mən qanunda, naloqoy kodeksdə, mən ona atacağım, onlar kimdir ki? Naloqoy kodeksdə nətərdir, mən də elə tarif düzəldib, elə satacağım. Bunlar artıq qiymata verir, mən də artıq qiymət qoyacağım. Niyə sən sokara, o birisi, yəni bir 20 darı var mənə kimi. Sən onlara 96'lar ilə verirsən, mənə deyirsən 350'lar ya. O da dəqiqəsiz. Dəqiqə nə demək? Naloq tapan zat üstə qoyulur. 18%, 13'də qoyulur gəlir. Özdə deyək 42 qəpiyə sat. 6'lar ya mən 6'lar ya bunun nətərdir valla. Bir boşun aylıq da eləmir. Qeyd edək ki, Semex son bəyanatında bildirib ki, Mamet MMC tərəfindən lisenziya şərtlərinin pozulması səbəbindən komissiyada şirkətin təbii qazın paylanması üzrə lisenziyasının ləğv edilməsi ilə bağlı açıq inzibati icraat aparılır. Mamet Qaz şirkətinin direktoru Nərman Allahverdiyev isə səsləndirilən ithamlarla razılaşmadığını bildirib.